Salam dostlar, hər vaxtınız xeyir olsun. Yeni bir saytla qarşınızdayım. Saytımızın adı bolderay.vip saytıdır dostlar. Açıqlamalar bölümündə qeydiyyat linkini yerləşdirəcəm. Qeydiyyatdan keçmək istəsəz, linkə daxil olacaqsınız və avtomatik qeydiyyat bölməsi gələcək. E-postdan daxil edəcəksiniz şifrə, 2 dəfə şifrəni və davet kodu. Mənim referans kodum burada olacaq dostlar. Yəni referans kodu buradan silməyin və məlumatlar doldurandan sonra burada üyə olmaq düyməsi var. Üyə olmaq düyməsinə basacaqsınız və avtomatik siz qeydiyyatdan keçmiş olacaqsınız dostlar. Yəni çox sadə bir qeydiyyat prosesi var. Keçək əsas məqsədə vaxt itirmədən. Deməli dostlar, qeydiyyatdan keçəndən sonra belə bir bölmə əlavə olunacaq. Belə bir görünüşü var saytın ana səhifəsidir. Yəni çox belə maraqlı özəlliklər əlavə eləyiblər. Yatırımlı bir sayt uşaqlar. Yəni yatırım eləyirsiniz və burada VIP 1-dən düz VIP 11-ə qədər yatırım bölmələri var. Yəni yatırım eləmək üçün uşaqlar, deməli qeydiyyat prosesi tamamladınız və ana səhifədəsiniz və yatırım eləmək üçün burada yenidən şarj et var uşaqlar. Yenidən şarj etdən siz burada kriptovalyuta olaraq yatırım eləyə bilərsiniz. Coin olaraq, yəni Trondan, BNB-dən, USDT, TRC20, BEP20 ilə siz burada yatırımı təsdiqləyə bilərsiniz. Yatırım eləyəndən sonra uşaqlar, yatırım məsələn BEP20 ilə yatırım eləməyi yoxlayaq. Yəni göstərim sizə. QR kod da var və adres var. Kopyalayırsınız buradan hansı borsadan yatırım eləmək istəyirsinizsə, daxil olursunuz o borsaya, Binance-da və yaxud hansısa bir borsada daxil olursunuz, yatırım eləyirsiniz. Və yatırım eləyəndən sonra avtomatik görürsünüz burada 1 və 3 dəqiqə arasında hesaba deyir keçəcək deyir uşaqlar. Mən 10 dollar yatırım eləmişəm. Onu da göstərim sizə, görürsünüz. VIP 1 açıqdır məndə. Burada görsənmədir VIP uşaqlar. Burada görevə daxil oluruq. Yatırım eləyəndən sonra bu bən düyməsinə basandan sonra VIP 0 görsənəcək. Burada görev düyməsi var. Görev düyməsinə basırsınız və avtomatik yatırım eləyəndən sonra siz girib burada paketi tamamlamalısınız. Nə qədər pul yatırım eləmisinizsə, ona dair sizə paket avtomatik qarşınıza çıxacaq. VIP 1 paketi 10 dollarlıq və gündə 1 dollar 50 sent bizə gəlir gətirəcək bizə. Burada tamamlamaq düyməsi var. Paketi tamamlayaq buradan dostlar. Və paketi tamamlanandan sonra avtomatik açılmalıdır. Yenilə uşaqlar, VIP 1 olmalıdır. Hər nəsə uşaqlar, yəni artıq bizim paketimiz aktivdir. Belə deyim sizə. Görürsünüz uşaqlar. Dostlar, videomuz davam edirik. Yəni mən burada VIP 0 var dostlar. Bu VIP 0 sizi qorxutmasın. Burada görev düyməsinə daxil oluruq. Görev düyməsinə daxil olanda burada davam etməkdə düyməsinə basırıq. Daha doğrusu estağfurullah, tamamlamış düyməsinə basırıq və görürsünüz VIP 1 aktivdir bizdə. VIP 1-imizi aktivləşdirmişik və 10 dollar və gündə bizə 1 dollar 50 sent bizə gəlir gətirəcək bu sayt. Sadəcə bən düyməsinə girəndə burada VIP 0 görsədir. Deməli uşaqlar, takım bölməsidir. Bu referans bölməmizdir bizim. Yəni referans dostunuzu yəni dəvət eləmək istəyirsinizsə referans bölməsindən linkinizi kopyalayırsınız. Bu sizin referans kodunuz olacaq. Bu mənim kodumdur. Bu sizin linkiniz olacaq. Yəni sizdə başqa cür olacaq. Yəni və hər referansın da qazancı tamam fərqlidir. Level 1-dən 3-ə kimi və müxtəlif qazanclar da burada sunub sizə. Deməli, başqa VIP-lərdən danışaq uşaqlar. Deməli, burada aşağıda axırdan ikinci düymə daxil olur. VIP düyməsi var. Burada VIP 1-dən bayaq vurguladığım kimi VIP 11-ə qədər gedir dostlar. Deməli, VIP 1 10 dollar yatırım edirsiniz. Gündə sizi 1 dollar 50 sent pul gətirəcək. VIP 2-dən 12 dollar, VIP 3-dən 41 dollar, VIP 4-dən 132 dollar, VIP 5-dən 340 dollar və VIP 11 axırdır 30.000 dollar sizə gündəlik kar əldə eləyəcək. 100.000 dollar yatırım eləyirsiniz və sizə 30.000 dollar gündəlik pul gətirəcək. Təbii ki də indi 100.000 dollar indi yatıran adam o qədər də inanmıram olsun. Yəni ki biraz çətin məsələdir o 10 dollar teması. 10 dollar teması deyirəm, 100.000 dollar teması. Deməli uşaqlar, burada aşağıda hədiyyə bölməsi var. Baxın, hədiyyə bölməsi. Hədiyyə bölməsinə daxil oluruq. Spin fırlamaq. Mən dünəndən spin fırladım, mən 1 dollar verdi. Deməli, kalan zaman 0, məndə 0-dır, yəni spin fırlama haqqı və dostunuzu dəvət edirsiniz. Dostunuzu dəvət edirsə sizə spin vermə şansı
verəcək sizə. Yəni 1 dollarla dostlar sizə 1000 dollara qədər sizə spindən pul verə bilər. Bu yaxşı bir şeydir. Yəni nə də olmasa sizi boş göndərmir. Yəni minimum sizi 1 dollarla yəni yola salır sayt. Spin fırlasaz. Təbii ki də spin fırlamaq haqq qazanmaq üçün dostunuzu dəvət eləməlisiniz. Yəni VIP-lər dostlar göz önündədir hamısı. Avtomatik siz buradan baxa bilərsiniz hamısına. Yəni seçim yatırım edib seçim eləyə bilərsiniz. Yenə də başa salıram sizə. Yenidən şarj et düyməsini basırsınız və BEP 20 ilə BEP 20 USDC arası olaraq yatırım eləyirsiniz. Pul çəkmək üçün bu arada deyim sizə uygulaması da var dostlar. Application uygulaması da yükləyə bilərsiniz. Şirkət profili var. Şirkət profilindən də burada ətraflı tanış ola bilərsiniz. Şirkətlə bağlı ətraflı burada yazıblar sizə. Haçan qurulub, nə tər qərara gəlib qurublar falan filan. Bu barədə sizə ətraflı yazıb göndəriblər uşaqlar. Burada da reklamlar gedir. Reklamlardan baxıb izləyə bilərsiniz. Yeni xəbərlər daha doğrusu və pulu çəkmək. Pulu çəkmək nətər uşaqlar? Birinci buradan bir bəyənə daxil olaq. Görək burada pul çəkmək üçün bir adres falan əlavə eləməliyikmi? Yox, məncə eləməli deyilik. Və buradan da ana səhifədən də geri çəkməyə basarsınız və buradan da bən düyməsindən də geri çəkməyə basarsınız. Deməli, para çəkmə yöntəmi uşaqlar. BEP 20 var, bir də TRZ 20 var. TRZ 20 ilə siz gün minimum 50 dollar, yəni 50 USDT çəkə bilərsiniz. Dostlar, TRZ 20 ilə minimum 50 dollar çəkə bilərsiniz. BEP 20 ilə minimum 1 dollar çəkə bilərsiniz. Burada məbləği yazırsınız birincidə. İkincidə para çəkmə adresini yazırsınız. Üçüncüdə şifrəni yazırsınız. Şifrəni yazırsınız və pulu onaylamaq düyməsi basırsınız. Minimum pul çəkmək dostlar burada 1 dollar bayaq dediyim kimi. Deyəcəksiniz ki, indi sizin balansınız 0 dollardır, bayaq 2 dollar 50 sent görsəndi. Bu bilirsiniz nə dostlar? Bu aktar düyməsinə basırıq burada. Bax görürsünüz burada bir var para çəkmə hesabı. Bir də var təməl hesab. Bu təməl hesabından siz burada paket ala bilərsiniz. Balansınızı yüksəldə bilərsiniz, paket ala bilərsiniz. Yəni bu təməl hesab o anlama gəlir dostlar. Dönüşdür miqdarını yazıb, şifrəni yazıb və onaylamaq düyməsinə basırsınız. Əgər pul çəkmək istəmirsinizsə, yenidən yatırım eləmək istəyirsinizsə. Ona görə mənim balansım hal-hazırda 0-dır dostlar. Finansal kayıtlar var burada. Finansal kayıtlarla da görürsünüz şanslı çəkiliş indirmə 1 dollar, görev avantajlarına 1 dollar 50 sent mən pul qazanmışam buradan əziz dostlarım. Deməli, yəni başqa saytda danışıq qalmadı. Türkçe dəstəyi var. Türk dilini dəyişə bilərsiniz. Yəni dil dəyişə bilərsiniz. Gmail var. Hər hansı bir sözünüzü onu sol türlü naşlik bölməsində yaza bilərsiniz. Telegramlar da var bu arada dostlar. Telegram kanallarına da abunə ola bilərsiniz bunların. Telegram kanallarında da yüksək bir adamları var. Yəni uşaqlar, belə başqa deyiləcək nə qaldı? Belə başqa deyiləcək nə qalmadı məncə. Çünki hər şeyi açıq aydın sizə başa saldım. Yəni saytın görünüşü çox belə ideal görsənir həqiqətən də. Yəni yatırım tövsiyəsi deyil. Yəni yoxlamaq istəyirsinizsə yoxlaya bilərsiniz. Minimum nə qədərsə 10 dollar falan yatırım eləyib. Yəni yoxlaya bilərsiniz dostlar. Yəni belə deyim sizə açıq aydın deməyə heç nə ehtiyac yoxdur uşaqlar. Yəni bilən bilir. Nədir olmadığını bilən bilir dostlar. Yəni belə. Baxıram görün başqa deyiləcək nə qaldı. Üyə listəsi var burada. Yəni üyədə qeyrətdən keçənlər var və düzənləyici otorite var. Yəni bu nə anlama gəlir? Yəni ki, əməkdaşlıq elədik şirkətlər, Binance-la falan. Belə dostlar, yəni şifrənizi dəyişə bilərsiniz. Hesab var, bu hesaba daxil olaq. Gördüyünüz kimi, təməl hesab 2 dollar, para çəkmə hesabı 0. Belə dostlarım, başqa deyəcək məncə heç nə qalmadı. Ümidvaram ki, xoşunuza gələr. Yenə də deyirəm, bilən bilir nədir, nə deyil. Belə, videomu burada sonlandırım. Kanalımıza abunə olun, zəhmət olmasa. Yeni bir videolardan xəbərdar olmaq üçün bildirim düyməsini açsın. Yəni qeyrətdən keçəndən sonra uşaqlar, yəni burada takım bölməsi var. Yəni burada görürsünüz hamısı aydın görsənir burada. Belə özünüzə yaxşı baxın, sağ olun, salamat qalın dostlar.